Partlayıcı qurğuların yaratdığı təhlükələrdən qorunmağa həsr olunmuş video təlimə xoş gəlmisiniz. Bu video təlim məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Bildiyiniz kimi, münaqişələr həm böyüklər, həm də sizin kimi uşaqlar olmaqla mülki şəxslər üçün bir çox risklərə səbəb olur. Bu risklərdən bəziləri həm döyüşlər zamanı, həm də döyüşlər sona çatdıqdan sonra belə yenə də mövcud olur. Biz bugün sənin, məktəb yoldaşlarının, bacı qardaşlarının və ailənin digər üzvlərinin minalar və müharibənin partlayıcı qalıqları kimi partlayıcı qurğulardan necə qoruna biləcəyi barədə söhbət edəcəyik. İlk növbədə partlayıcı qurğular dedikdə nəyi nəzərdə tuturuq? Onu izah edək. Biz bu qurğuları iki geniş kateqoriyaya ayıra bilərik. Minalar, müharibənin partlayıcı qalıqları. Minalar adətən yerin altında gizlədilən partlayıcı qurğulardır. Lakin onlar həmişə yerin altında gizlədilmir. Minalar aktivləşdirilmiş vəziyyətdə qalır. İnsanlar, böyüklər və uşaqlar, heyvanlar və nəqliyyat vasitələri onların üzərinə çıxdıqda partlayır. Onlar çox zaman ərazidə geniş şəkildə səpələnmiş olurlar. Minalar belə görünə bilər. Müharibənin partlayıcı qalıqları isə şəhərlərdə, kəndlərdə, əkin sahələrində və meşələrdə istifadə edilmiş ola bilən partlayıcı qurğulardır. Lakin onlar hələ də gözlə görünür və partlaya bilərlər. Bu səbəbdən də çox təhlükəli hesab edilirlər. Bu sursatlar fərqli formalarda və ölçülərdə ola bilər. Bunlara bəzi misallar, mərmilər, raketlər, kasetli sursatlar, əl qumbaraları. Həm minalar, həm də müharibənin partlayıcı qalıqları ağır yaralanmalara və ya ölümə səbəb ola bilər. Buna görə də məsləhətləri diqqətlə dinləməyin, onlara əməl etməyin və ətrafında olan digər şəxslərlə bölüşməyin çox əhəmiyyətlidir.